Salam əziz dostlar. Yeni Riyaziyyat 6-cı sinif 1-ci hissəni davam edirik sizinlə. Bilirəm, mən 13, 14, 15-ci səhifəni izah etmədim. Onlara yenə qayıdacağım. Çünki bir dənə yoldaşımız bizdən xahiş etdi ki, bəs 16-cı səhifəni izah edin. Orada mənə başa düşmədiyim bəzi misallar var. Keçən videomda da qeyd etdiyim kimi, kiminsə hansısa qabaqdakı səhifələrdən çətinliyi olarsa, mən izah edə bilərəm. Çünki mən biraz dalda qalmışam, daldan izah edirəm. Ona görə kimin nə çətinliyi varsa mənə deyə bilər. Mən də izah edim. Deməli, gəlin başlayaq. Bu günlərdə keçirik ən böyük ortaq bölünən əbulbu. Əslində çox asan dərsdir. Bunu biz 5-ci siniflərə keçmişik. Amma bunun əbulbu tapmağın ən asan yolunu keçirəcəyik bu səfər sizinlə. Birinci araşdırmamıza baxaq. Ondan sonra mən sizə əbulbun nə olduğunu izah edeyim. Deməli, oxuyaq. Şagirdlər məktəb sərgisində iştirak edən qonaqlara hədiyyə bağlamaları düzəltmək üçün 30 maqnit suvenir və 20 kiçik robot aldılar. Bu hədiyyələrdən hər birinin eyni sayda maqnit suvenir və eyni sayda robot olmaqla neçə bağlama düzəltmək olar? Baxın, biz indi burada bunun əbulbunu tapacağıq. Yəni ikisində ən böyük ortaq bölünənləri tapacağıq. Beləliklə neçə hədiyyə hərəsində eyni sayda olmaqla neçə hədiyyə qutusu tapmaq olar, onu tapacağıq. Deməli, baxın, yazıram bura. Əbulb deməli 30-dan 20. Bunun keçdiyimizdən yolunu tapacağım. Çünki hələ sonu izah etməmişim. Araşdırma müşahidədən sonra sizə yeni keçdiyimiz üsulu izah edəcəm. Belə, gəlin hələ bunu izah edeyim. 2, 5. Tabi bir yazmayayım. Baxın, bu da 5'e bölünür. Bu da 5'e bölünür. Amma burada bizdə soruşur ən böyük ortaq bölünüm. Biz də bunların çalışacaq ən böyüyünü tapaq. Bunların da hər ikisi nəyə bölünür? Təbii ki də 10'a bölünür. Bunların hər ikisi də 10'a bölünürsə, ən böyük 10'a bölünür ikisi də. Düzdür, 30 15'e bölünür, amma 20 bölünmür. Ona görə ən böyük ortaq bölünmələri odur. Deməli, burada yazasınız ki, 10 hədiyyə qutusu. 10 hədiyyə qutusu. Görək ikinci misalımızda nə deyir? Bu məsələni həll etmək üçün fikirlərin doğru və yanlış olduğunu müəyyən edin. Baxın, burada bir dənə Elxan adında oğlan var. Bir də bu qızın adına baxaq. Aynur. Aha. Elxan deyir ki, 20 və 30 ədədlərini sadə vuruqlara ayırıram və ən böyük ortaq sadə vuruğu tapıram. Bu ədəd bağlamaların sayını bildirir. Gəlin baxaq görək, bu doğru fikirdir, yoxsa yanlış fikirdir. Aha, uşaqlar, burada sadə vuruğa ayırmaqdan söhbət gedir. İndi siz də deyəsiniz, o sadə vuruğa ayırmaq nədir? Gəlin mən sizə ilk öncə sadə vuruğa ayırmaq nədir? Onu sizə izah edeyim. Baxın. Məsələn üçün yazıram bura. Bayaqçını. Bu 30'un 20. Biz bunu bayaq neylədik? Bir vuruqlara ayırdıq. Axırda ən böyük olanı götürdük. Amma bunun daha asan yolu var. Sadə vuruqlara ayırmaq. Ən birində 2'dən başlayaq. 2'yə bölünürmü? Bəli. Yazırıq 2. Vuruş sayısı qoyuq. Qaldı 15. 15 2'yə bölünür? Yox. Onu keçirik 3'ə. Vururuq 3'ə. Neçə qaldı? 5. 5 2'yə də bölünür, 3'ə də bölünür. 4'ə bölünür? Yox. 5'ə bölünür? Bəli. Bunun sadə vuruqları bu oldu. İndi 20. 20 də 2'yə bölündü. 10. 10 da 2'yə bölünür. Qaldı 5. 5 də 5'ə bölünür. Aha. İndi biz buradan eyni ortaqları götürəcəyik. Məsələn, baxın 5 ilə 5. Bir də 2 ilə 2. 5 vuraq 2 eləyir. Bu da eləyəcək 10.
Baxın biz də tapdıq 10, düzdürmü? Və yaxud tapmışdıq ki, bunların ən böyük ortaq böləni 10'dur. Burada da 5'i yenə 2'yə vurduq, yenə cavabımızı aldıq 10. Deməli, nədir tapdıq? Hər ikisini sayda vuruğa ayırdıq və içərisinə ortaqları götürdük. Bunda 2 varmı? Var. 3 varmı? Yox, götürmürük onda. 5 varmı? Var. Götürürük. Axıda deməli 5'in 2. 5'i də 2'yə vururuq, tapırıq. Tabi də vuruqları ayrı bir zaman itirməkdənsə, belənsin daha asandır. Belə. Keçək. İndi siz başa düşürsünüz də, düzdürmü? İndi burada da deyir ki, 20 və 30 ədədlərini sayda vuruqlara ayırıram və ən böyük ortaq sayda vuruğu tapıram. Bu ədəd bağlamanın sayını bildirir. Ortaq sayda vuruğu tapıram. Baxın, burada 30'a yazıb ki, 5 vur, xeyr. Burada birinizdən səhv yazıb. Nəyə əsasən mən deyirəm səhv yazıb? Çünki sayda vuruqlara ayıranda birinci 2'dən başlamaq lazımdır. Və bu 2 ilə yaxşı, deyəlim başlayalım. Deyəlim ki, 5 ilə başlayıb. Axı burada bu təkcə 5'i götürüb. Burada 2 də var. Burada da 2 var. Bu 2'ləri götürməyib. Sadəcə bu 5'ləri götürüb. Heç 5'ləri götürə bilməz. Niyə görə götürəməz? Çünki axı biz dedik ki, birinci nə olmalıdır? Birinci 2'dən başlamalıdır. Əgər 2'yə bölünmürsə, sonra 3, sonra 4, sonra əgər 4'ə də bölünmürsə, ondan sonra 5 yazırıq. Ədədlər sırayla gedir. İlk öncə 2'dən başlayırıq. 2'yə bölünmədiyi halda 5. Axı burada bu 2'yə bölündüyü halda 5 yazır və üstəlik burada 2'ləri götürməyib. Deməli, Elxanın fikri nə oldu? Elxanın fikri səhv oldu. Keçək öbürsünə. 20 və 30 ədədlərinin ən böyük ortaq bölümlərini tapıram. Bu ədəd bağlamaların sayını bildirib. Baxın, ikisini də götürüb, burada da 10 seçib. Bəli, biz də 10 cavabını almışdıq. Bu düz eləyib. Bu sayda vuruqları almayıb belə eləyib. Bu düz eləyib. Bu düzdür. Bu qaydanı zaten sizə izah elədim. Hə, bir də burada üstü qüvvətlər var, düzdürmü? Bu üstü qüvvətlər nədir? Məsələn, baxın, burada da 2 dənə 2 var, burada da 2 dənə 2 var. Bunları ta 2 vur 2 yazmaqdansa, bunları qısaldıb 2 üstü 2 də yazmaq olar bu formada. Yəni sizə hansı rahatçı onu eləyim. Deməli. Belə. 16-cı səhifəni izah elədik. Bir də burada diqqətimiz var. Deyir, bir ədəd digərinə tam bölünərsə, bu ədədlərin əbubu bölənə bərabərdir. Məsələn, 8 ədədi 4'ü tam bölünür. Deməli, əbub 8, burada 4 yazıb, bəli. Əgər bu formada göstərdiyi kimi mötərizənin içində olan ədəd o birisi ədədə bölünürsə, onun mötərizənin içində olan kiçik ədədi götürürük. Əbubumuz da olur. Bir dənə sadə vuruq ayırırıq, nə də bölümlərini yazırıq. Belə əziz dostlar, 16-cı səhifəni izah etdik. 17'də nəsə başa düşməsəz deyərsiniz. Amma mən aslında axırıncı dəfə 12'ni izah etmişdim sizinlə. Yəni biz gələn dəfə 12 izah edəcəyik sizinlə. Belə. Sağ olun, sağlıqla qalın. Gələn dərslərdə görüşənədək.